Salam, əziz buğalar və yüksələn bürcü buğa olanlar. Həyatın ritmini yavaşlatmağı, anın dadını çıxarmağı və hər şeydən öncə güvəndə olmağı sevən Torpaq qrupunun ən səbirli nümayəndələri, bu həftəki astroloji proqnozunuza xoş gəlmisiniz. İyun ayını arxada qoyub, yayın ən qızmar və ehtiraslı aylarından biri olan iyula qədəm qoyduğumuz bu günlərdə göy üzü sizin üçün olduqca xüsusi ssenarilər hazırlayıb. Siz dəyişiklikləri çox sevən biri deyilsiniz, hər şeyin öz axarında, planlı və proqnozlaşdırıla bilən olmasını istəyirsiniz. Lakin bu həftə bəzi gözlənilməz, lakin bir o qədər də xoş sürprizlərlə qarşılaşa bilərsiniz. Odur ki, özünüzü tamamilə rahat buraxın, ən sevdiyiniz içkini süzün və qarşıdakı 7 günün sizə nələr vəd etdiyinə birlikdə nəzər salaq. 29 iyun, bazar ertəsi günü həftəyə biraz ləng başlaya bilərsiniz. Həftə sonunun rehavətini üzərinizdən atmaq sizin üçün həmişəkindən daha çətin ola bilər. Ayın mövqeyi sizi daxili dünyanıza çəkilməyə, səssizliyə və sükunətə səsləyir. İş yerində və ya gündəlik qayğılar içərisində hər kəs tələsərkən, siz fırtınanın mərkəzindəki o sakit nöqtə kimi qalmaq istəyəcəksiniz. Və bilin ki, bu tamamilə sizin haqqınızdır. Bazar ertəsi enerjisi xüsusilə maliyyə məsələlərində sizi biraz düşündürə bilər. Hesab kitab etmək, büdcənizi yenidən gözdən keçirmək və bəlkə də lazımsız xərclərin qarşısını almaq üçün ideal bir gündür. Lakin eyni zamanda uzun müddətdir almaq istədiyiniz, həm keyfiyyətli, həm də estetik zövqünüzə oxşayan bir əşya da qarşınıza çıxa bilər. Əgər büdcəniz imkan verirsə, özünüzü şımartmaqdan çəkinməyin. Axşam saatlarında isə evinizin isti mühitində tək qalmaq və ya sadəcə ən yaxınlarınızla sakit bir şam yeməyi yemək sizə günün bütün yorğunluğunu unutduracaq. 30 iyun, çərşənbə axşamı günü iyun ayına vida edərkən ünsiyyət evinizdə bir canlanma yaşanır. Sizin idarə edici planetiniz olan Veneranın müsbət təsirləri özünü göstərməyə başlayır. Ətrafınızdakı insanlarla, iş yoldaşlarınızla və ya ailə üzvlərinizlə aranızda olan bəzi xırda yanlış anlaşılmaları aradan qaldırmaq üçün bundan gözəl fürsət ola bilməz. Sözlərinizin sehrinə, səsinizin o sakitləşdirici tonuna güvənin. Bugün təqdimat etmək, yeni müqavilələr müzakirə etmək və ya uzun müddətdir ertələdiyiniz o vacib zəngi etmək üçün çox uyğundur. Eyni zamanda bugün qohumlar və ya yaxın qonşularla bağlı bəzi xəbərlər ala bilərsiniz. Bəlkə də qısa məsafəli bir səyahət planı qəfildən gündəmə gələcək. Axşama doğru daxilinizdəki o məşhur inadkarlığı bir kənara qoymağa çalışın, bəzən başqalarının fikirləri ilə razılaşmaq heç də məğlubiyyət demək deyil, əksinə yeni perspektivlər qazanmaqdır. 1 iyul, çərşənbə günü iyul ayının ilk səhərinə oyanırsınız və göy üzü tamamilə diqqətinizi ailənizə, evinizə, daxili təməllərinizə yönəldir. Bugün sizin üçün evim, qalamdır prinsipi ən yüksək həddə çatır. Bəlkə də evdə kiçik dəyişikliklər etmək, mebellərin yerini dəyişdirmək, dekorasiyanı yeniləmək və ya yeni bitkilər almaq istəyəcəksiniz. Torpaq enerjinizi hiss etmək üçün bu cür fiziki toxunuşlar sizə çox yaxşı gələcək. İş və karyera sahəsində isə biraz sakit və arxa planda qalmağı seçə bilərsiniz. Bugün rəqabətdən uzaq durmaq, sadəcə öz işinizə fokuslanmaq ən doğrusudur. Əgər valideynlərinizlə və ya sizdən yaşca böyük ailə üzvləri ilə həll edilməmiş məsələlər varsa, çərşənbə gününün o şəfqətli və bağışlayıcı enerjisindən istifadə edərək bu məsələləri sevgi ilə yoluna qoya bilərsiniz. Axşam saatlarında isə mətbəxə keçmək, o gözəl kulinariya bacarıqlarınızı işə salaraq ailəniz üçün dadlı bir yemək bişirmək əhvalınızı xeyli qaldıracaq. 2 iyul, cümə axşamı günü planetlərin bəzi gərgin açılar yaratdığı bir gündür və bu, xüsusilə sizin karyera və rəsmi məsələlər sahənizə təsir edə bilər. İş yerində rəhbərliklə, dövlət orqanları ilə və ya müştərilərlə bəzi fikir ayrılıqları yaşanması ehtimalı var. Buğaların səbri daş kimi möhkəmdir, lakin bir dəfə daşdıqda nəticələrinin necə olduğunu hər kəs yaxşı bilir. Məhz bugün o səbri qorumaq həyati əhəmiyyət daşıyır. Qarşı tərəfin təxribatlarına uymayın, emosiyalarınızın sizi idarə etməsinə icazə verməyin. Problemlərə praktik və praqmatik yanaşmanız sizi bu vəziyyətdən ən az zərərlə çıxaracaqdır. Eyni zamanda bugün maddi mövzularda risk almaqdan qətiyyətlə uzaq durmalısınız. Borc vermək, böyük məbləğdə kredit götürmək və ya tanımadığınız bir sahəyə investisiya yatırmaq üçün heç də uyğun zaman deyil. Günün gərginliyini atmaq üçün axşam saatlarında meditasiya etmək və ya sakitləşdirici musiqilər dinləmək zehninizi təmizləyəcək.
3 iyul Cümə günü isə həftənin o yorucu ab-havası birdən-birə dağılır və yerini çox daha pozitiv, əyləncəli və romantik bir enerjiyə verir. İş həftəsinin son günündə artıq diqqətiniz tamamilə sevgiyə, yaradıcılığa və həyatdan zövq almağa yönəlir. Subay buğalar üçün bu gün xüsusilə maraqlıdır. Gözlənilməz bir yerdə, bəlkə də heç təxmin etmədiyiniz bir mühitdə ürəyinizi titrədəcək bir insanla tanış ola bilərsiniz. Sizin estetik standartlarınız yüksəkdir və qarşınıza çıxan insan həm xarici görünüşü, həm də aurası ilə sizi məftun edə bilər. Həyatında artıq kimsə olan buğalar isə tərəfdaşları ilə münasibətlərini daha da dərinləşdirmək, aradakı o ehtiras ateşini yenidən alovlandırmaq üçün hərəkətə keçə bilərlər. Bugün birlikdə keyfiyyətli vaxt keçirmək, məsələn, gözəl bir restoranda şam etmək və ya mədəni bir tədbirə qatılmaq münasibətinizə yeni bir nəfəs gətirəcək. Eyni zamanda bugün uşaqları olan buğalar onların uğurlarına sevinə və ya onlarla çox əyləncəli vaxt keçirə bilərlər. 4 iyul Şənbə günü həftə sonunun o gözəl dincəlmə enerjisini sonuna qədər hiss edəcəksiniz. Lakin bugün eyni zamanda gündəlik məişət işlərini, sağlamlıq və rutinlərinizi qaydaya salmaq üçün çox mükəmməl bir zamandır. Evdə yığılıb qalmış işləri görmək, dolabları nizamlamaq, lazımsız əşyalardan xilas olmaq sizə həm də mənəvi bir təmizlik hissi verəcək. Sizin torpaq elementiniz təbiətlə iç-içə olmağı tələb edir. Buna görə də şənbə gününü tamamilə 4 divar arasında keçirməyin. Mümkündürsə parka, meşəyə və ya dəniz kənarına gedin. Ayaqyalın torpağa basmaq, təmiz havanı ciyərlərinizə çəkmək bədəninizdəki bütün mənfi enerjini sıfırlayacaq. Sağlamlıq baxımından isə qidalanmanıza xüsusi diqqət yetirməli olduğunuz bir gündür. Çox ağır, yağlı yeməklərdən qaçınmaq və həzm sisteminizi yormamaq daha məqsədə uyğun olar. Gününüzü sevdiyiniz bir kitabı oxuyaraq və ya maraqlı bir sənədli film izləyərək intellektual şəkildə qidalanaraq yekunlaşdıra bilərsiniz. Nəhayət 5 iyul Bazar günü həftənin həm sonudur, həm də gələn həftəyə hazırlıq mərhələsidir. Bugün əsas diqqətiniz ikili münasibətlərdə, yəni həyat yoldaşınız, sevgiliniz və ya çox yaxın iş ortaqlarınızla olan bağlarda olacaq. Bazar gününün enerjisi ortaq qərarlar almaq, gələcək planları müzakirə etmək üçün çox əlverişlidir. Əgər tərəfdaşınızla aranızda həllini gözləyən hər hansı bir məsələ varsa, sizin o güvən verən, sakit və məntiqi yanaşmanız sayəsində hər şey ən gözəl şəkildə həll olunacaq. Bugün eyni zamanda özünüzlə də bir daxili hesabatlaşma edə bilərsiniz. Keçən həftə nələri doğru etdiniz, hansı mövzularda lazımsız yerə inadkarlıq göstərdiniz və gələcəkdə nələri fərqli edə bilərsiniz? Bu sualların cavabı sizə böyük bir aydınlıq gətirəcək. Bazar günü axşamı erkən yatmaq və bədəninizi yaxşıca dincəltmək yeni həftəyə tam enerji ilə başlamağınız üçün ən vacib şərtdir. Xülasə, əziz buğalar, 29 iyun, 5 iyul həftəsi sizi mənəvi baxımdan qidalandıracaq, həm də maddi reallıqlarınızı bir daha gözdən keçirməyə vadar edəcək dərindən hiss edilən bir dövrdür. Dəyişikliklərə qarşı dirənmək əvəzinə o dəyişikliklərin içindəki o qızıl fürsətləri görməyə çalışın. Sahib olduğunuz dəyərlərin, təhlükəsizlik hissinizin və qurduğunuz gözəl nizamın fərqində olun, lakin həyatın sizə təqdim etdiyi yeniliklərə də qapınızı tam bağlamayın. Özünüzə məxsus o əsrarəngiz zövqünüzlə həyatınızı gözəlləşdirməyə davam edin. Növbəti astroloji proqnozda yenidən görüşənədək daxili hüzurunuz heç vaxt pozulmasın, ulduzların işığı yolunuzu hər daim aydınlatsın. Bu günlük proqnozumuz bura qədər. Ümid edirəm ki, bu xüsusi audio bələdçi sizə qarşıdakı günlərdə yol göstərən bir işıq olacaq. Hər anınızın sülh, sevgi və bərəkətlə dolmasını arzulayıram.